Alo, salam aleyküm. Aleykümselam. Siz denk gelmiştiniz sizden bu Kafkas Haber Agentliğinden bizim redaksiyon telefon numarası kim idi? Salam Reşit. Salam. Bir şey soruşum sizden. Gəncə şəhər polisi ilə arasından əməliyyatçı narahat edən. Orada bir məlumat yerləşdirilir sizdə ki, Anar Məmmədov adını qaşnikdir. Anar Məmmədov? Bəli, Anar Abdullayev. Anar Abdullayev adına məlumat yerləşdiribdir müəllim. Kimlə mən danışıram? Baş redaktör müavini ilə. Allah köməyiniz olsun. Bir şey deyim müəllim sizə. Bu məlumatı kim yerləşdirdiyini, sizdən necə bir məlumat, rəsmi məlumat ala bilərik? Necə rəsmi məlumat ala bilərik? Siz bəyəm... Bizə o kim onu sizə informasiyonu verib, yanlış məlumat verib. Siz bəyəm Daxili İşlər Orqanlarının əməkdaşısınız. Siz bəyəm cinayətkarlıqla mübarizə aparanda, biz sizə jurnalistlər müraciət edəndə, siz deyirsiniz ki, bəxvi əməkdaşınız ya və s. kimsə sizə nəsə bir kim verib bu məlumatı? Yalan informasiya boyla orada. Yalan informasiya da orada biz yazmışıq. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Bu bir. İkincisi də ki, yalan informasiya izləndə ki, bizə rəsmi müraciət olub Gəncə şəhər sakinlərinin adından. Bəli. Bir neçə nəfər tərəfindən müraciət olunub. Bəli, Bala Nazır ləqəbli 20B1010 Range Rover Anar Abdullayev vaxtilə dərman vaxtilə dərman preparatlarının satışı ilə məşğul olub. Adım Rəşaddır mənim. Çox gözəl. Oğlum yaşlıyorum, hər adama atam yaşlıdır. Yəni mən işimin vəzifəmdən asılı olmuyorum, bir insan kimi, bir oğlum kimsə müraciət edirəm. Bizə mən o iş yoldaşımda bu Texnoloji İnformasiyası Nazirliyi özünün əməkdaşıyam, Gəncə bölgəsində Ezamam özüm, Bakılı Yəməsinin. Çox gözəl. Qardaş mənə müraciət elədi, gözəl günün olsun. Qardaş müraciət elədi ki, mən bugün mən sizə zəng eləmişim, 3 dənə zəng elədim, esasında telefonu götürmədilər. Ola bilər, ola bilər. Qardaşım, iş yoldaşımdır, sürəkətli bir qardaşımızdır bizim. Yəni o adam o deyilənlər heç asım ona ait deyil. Rəşad müəllim, siz Gəncə şəhər polis idarəsində işləyirsiniz, yoxsa Daxili İşlər Nazirliyindən? Daxili İşlər Nazirliyindən işləyirik, bəli, ezam gəlmişim Gəncəyə. Çox gözəl. Hansı sahədə, yəni əməliyyat, ya Texnoloji informasiya üzrə mütəxəssisəm mən. Çox gözəl, çox gözəl. Yəni Hacı Qabılın Qasım olsa şimdi polis, prokuraturadır, məhkəmədir, kampiya kamerasını, yolladılar, radaları mən idarə edirəm. Həm polis xidmətini, həm quraşdırma xidmətini. Çox gözəl. Çox gözəl. Soyadınızı bilmək olar mı? Təməlini alsız, bəli. Soyadınızı bilmək olar mı? Soyadımı saxlayayım məlim ki, 70 lazım olsa, yolladı bir adalar tabiyim unutub, bu nömrə zəncilə deyirəm, mən pul kəsəm, mən orada buraxdım keşkək. İnsanlığına görə, adı işləməyinə görə yox. Ona görə sözümə din əhliyəm. Çox gözəl. Namaz əhliyəm. Ona görə görürsən, mən təkəbbür, Allah razı, mən təkəbbür etdimlə danışmıram, mənə layiq deyil mənə təkəbbürü danışmaq. Aydındır, aydındır. Bəli. Yox, mən nə istəyirəm, çox üzr istəyirəm. Biz Rəşad Düdüz, biz bir dəfə də Gəncə ilə bağlı bir polis mayoru Rəşad var idi, Şestoy ləqəbli. Onu ilə bağlı da biz bir dəfə yazdı, sonra vilayət müəllim onu Daxili İşlər Orqanlarından xaric elədi. İraq sizdən, yəni Rəşad Düdüz, yəni o yadıma düşdü, ona görə soruşdum. Yox. Aydındır. Bizim yəni onunla bağlı bir işimiz yox, o adamla yəni bizim ünsiyyətimizdə olan bir insandır. O barədə bizim heç bir işimiz yox. Dostum, mən o iş yol aslında, xahiş edirəm məndən. Dedim, mən sizə necə əlaqə sağlayım, biz necə sizə köməlik edə bilərik. Həmin adam üzrə çıxartmağa ehtiyac yoxdur, amma bu yanlış məlumatdır. Siriyi onu oradan siləsiniz. Mümkündürmü onu silmək, yoxsa yox? Mən yenə deyirəm ki, baş redaktorla biz məsləhətləşərik, görə indi, amma nəzərə alarıq. Sizin fikirlərinizi nəzərə alarıq. Yəni mən dostumdur, yəni o adam ailəli adamdır, özü atası həkim adamdır, Gəncə tanınmış bir adamlardandır. Yəni imana inanan bir insansızdır, mən inanam sizə ki, hər bir müsəlman Allah'a imamı inanır da, düzdürmü? Yəni bu adama yanlış məlumat bu ağınım, yəni ki, kimsə buna pul verib, atılışını eləyir, bu yalan söhbətdir. %100 yalanda, yəni mən Allah qarşısında zat edəcəm, sizdən qabaq, yəni Allahın qabağını zat edəcəm. Yalan məlumatdır. Yox, mən sizin %100 yalandır, yəni lazım, Gəncədəyim, başı gələndə sizlə görüşərik, bir tay səriyə ətraflı. Bir dayı bacı olduğu kimi, hər şey qoyuram bir qıraq. Aydındır. Dostum, yəni Allah xatir, yəni mən özüm namaz qılanam, 31 yaşım var, şahali təhsilim var, Almanyada qurub gəlmişəm. Çox gözəl. Maksud Kuratına kimi. Özüm yana radalarla bağlı nə bir liman olar, şəxsi özün üçün, sən baş edəsin üçün, mən müəmri, fərqi yoxdur. Bir də kəməzən deyiləsin ki, yolda mən konsept saxlayıb, deyim mən daimdir, verir onun telefonu, bu deyim buraxsınlar. Yox. Bir qəşli pul yazılır, nə bundan bir şey, deyim bir şey. Aydındır Rəşad müəllim. Mən bütün sizin bu dillərinizi qeyd edib baş redaktora məruzə eləyəcəm. Xahiş edirəm, yəni ki, Allahımızdan deyilən məlumat yanlışdır. Nəyə görə o adam əgər bu adam o yolun yiyəsi olsaydı, əgər o yolun yiyəsi olsaydı, Allah'a mandasın mən sizə zəng eləməzdim.
Yo, biz... Hətta o yolun yasası mən Allahdan qorxsam da o Yo, yolun aydındır, əlbəttə, yo. Min udar vur, min dənə söz yaz, Prosto ki, sayışqim adamdır, sərkəsqim adamdır. Bəli. Həmin adam bu yolun yasasıdır. Yəni bu deyilənə şeylər nə oldu? Yəni qalıb qıraqda, o elə şey eləyənlər var. Bəli. Bu yanır olsa da. Bir axın mən eləmirəm onu. Serjant deyə bu. Yo, bilirəm. Yo, bilirəm. Polis serjantına vaxtdan mən kimlə qatladı heç avtoş eləməsi qoydu. Yo, bilirsiniz, mən sizə bir söz deyim. Deməli, orada... Yo, heç bir problem yoxdur. Mən sizə bir söz deyim. Orada o Ramil Şabanovla bağlı yazı geçmiş. Ramil Şabanov kimdir? Gəncə şəhər polis idarəsinin həm Qaraşoğludur, həm Kürəkənidir, həm də komandirdir. Bəli. Kürəkən həm də Gəncə şəhər dövlət yol polisində komandirdir. Hə. Bu yoldaş da bizdə olan məlumata görə onun sürücüsüdür. Kimin sürücüsüdür? Ramil Şabanovun sürücüsüdür. Kimin sürücüsüdür? Həmin Anar Abdullayev, Ramil Şabanovun Bir yerdə sürücüsüdür. gəzirlər də mənim postbatı şeyçi var, dövlət yol polisinin qazayı maşını. Bir yerdə gəzirlər. Komandir üstü bir yerdə gəzirlər. Aydın. Yox, mən sizə bir söz deyim. Sakinlər də bizə müraciət edəndə bildiriblər ki, yəni Ramil Şabanov Gəncəni o qədər də yaxşı tanımır. Yaxşı tanıyan bu yerli Anar Abdullayevdir. Və Anar Abdullayev da kimin kim olduğunu Ramil Şabanova məlumat verir. Yəni belə bir bizdə məlumat gəlir. Bəli. Öz canım suyu, adımız qastı. Valla ailədə hamı hitablı, uşaqlar. Əlbəttə. Mən əhliyəm. Təmin edirəm də. Nə qaydayım var, nə pulum var, nə atına duranım var. Allahdan başqa. Yəqin ki polis zabitidir. Yəqin ki polis zabitidir. Bəli. Özü ki nazirlikdən yuxarıda işləyirəm mən. Polisiyanı taxmışlardı, ondan da yuxarıda. Çox yuxarıdır. Yəni səmimi deyirəm ki, mən bir insanam. Allahdan aşağı dəyişir. Əlbəttə. Mən də ondan özü zəng eləyəcəkdim, mən qoymadım. Dedim, ehtiyac yox. Sələs insanlardır, din o deyər, dinsiz deyərsiniz. Arada müqayisə lazımdır. O ki, din yolundan, Allah yolundan, bir insan yolundan. Nə mümkündürsə, nə hörmətli, nə lazımdırsa, mən öz adımdan danışım, onları çıxasından. Mən öz adımdan danışım, adım Bəşatdır mənim. Mən telefonum nə səs yazır, nə məndə prasuşka var. Sən deyirəm, mən də qeydiyyatırım. Açıq danışıram. Sizin izləyət sizə getir, 5 dəqiqədən sonra mən açıq nömrəni sizə yığa bilərəm. Amma lazımdır. Yox, bizim bəli. Sən də deyirəm də, bu işi yoluna qoyaq, onu sildirək geçsinlər qarşıyla, mümkündür. Hörmətlilər deyil, nə lazımsa qulağına bir qocaoğlu kimi. Mən heç kimə, o da sizə istəyirdilər ki, məsələsində o redaksiyanı, vəkili var həmin adamı, məhkəməyə verir, məhkəmə nə həmin adam çıxardalar özləri ki, kimsə o məlumatı verirdi. Mən o qarşısını almışam, təmin edirəm. Qarşısını almışam, qoymuram bu dəqiqədə. Yox, problem yoxdur. Bilirsiniz Rəşad müəllim, Mən neyiniyim müəllim? Yox, bizi hər ay 15-20 təşkilatdan, 15-20 dedim, məhkəməyə verilir. Problem yoxdur. O məhkəməyə vermək nə deməkdir? Yəni siz biraz da reklam xarakteri daşıyır da ki, mətbu orqan reklam xarakteri daşıyır bu mətbu orqan çünki bu məhkəməyə verilir. Deməli bu yazır, araşdırır, kiminsə də xoşuna gəlmir. Bu günlər biz demokratik ölkədə yaşayırıq. Burada söz azadlığı var. Yəni o məhkəmə bu işin həlli deyil. Həlli odur ki, məmur öz işində düzəliş eləsin. Öz əməllərindən əl çəksin. Və biz də deyək ki, bax biz yazdıq, ictimailəşdirdik. Həmin, necə deyimsə, məmur öz işlərindən, əməllərindən əl çəksin. Mən bildiyimə görə indi biraz biz araşdırma... Bəli. Mən sizə razıyım, amma bu insan bu anda yoxdur. Gəncədə tanışınız var, onu nə qərəbin varsa. Bir dənə yoxlasın, maşın nömrəsini kim dedim, atı maşını gəzirlər. 20-0-10 bu qardaşın səhv etmişsə. Şəxsi özün nömrəsidir. Bəli, şəxsi, bəli. Necə deyim, hesabını alınan maşındır. Amma hansı dövlət maşını gəzir, həmən nömrəni verim, bir adam qoşu xətti kəsdi, qırmızı keçdi. Gör onun göz saxlayıb ona eləyirlər yoxsa yox. İndi bu bizim yazıdan sonra nisbi sakitçilikdir. 38 parol tətbiq olunub yəni. Bunun hamısını biz bilirik. O korrupsiyadır. O korrupsiyanın şeyidir. Korrupsiyanın məsələsidir o. Korrupsiyanın nə? Bancıoğlu'nun hər şeyini bilir. Yəni mən onun hamısını bilirəm nöqtəsini. Yəni hansı axıllı adam özü atış nömrədən sizə yığı zəng eləyərdim? Yox, əlbəttə. Əməli salih insanım ki, atış nömrədən yığı. Yox, əlbəttə. Narahat olmayın, mən sizin bütün sözlərinizi başındakılara çatdıracağım. İnşallah dilində, yəni məhkəmə verməklə, yəni sizin məhkəmə verilmir, sizin post redaksiyonu verilir ki, həmin adam üzə tutsun. Kim onu yazıb verir? Bilirsiniz. O adam lazım ki, ona deyək ki, qardaş, mən razıyım, siz araşdırın. Rəşad müəllim, kütləvi informasiya vasitələri haqqında qanuna əsasən, yəni o, biz necədir? Biz o mənbəni açıqlaya da bilərik, açıqlamaya da bilərik. Onu nəinki məhkəmə.
Heç başqa bir, necə deyimsə, məxfi bir təşkilat, idarə də bizə məcbur eləyə bilməz ki, biz istəsək, o mənbəni verə də bilərik, aşkar eləyə də bilərik, eləmə də bilərik. İfşə, Səllat ölü ki, qoyunu verəsi çalacaq. Yox, əlbəttə, Yəni əlbəttə. bizə o səviyyədə lazım deyil. Bəli. Biz bilək ki, o bölgədə hardan deyil. Biz öz həyatda insanımızı tanıyaq, atdığımız addımı tanıyaq ki, bir bu söhbət şişməsin. Generalın qulağına çatıb Gəncədə. O da bir gedin axıra kimi. Gəncədə general kimdir? Yəni o general vəsatına gələn polkovnik var, Faiz Şabanov. Ha, bəli, general, general. General hamı deyir, aydın. General ştatıdır. Bəli. O da deyir gedin axıra kimi, taburo verirdi. Biz daxil üçün getməklə də var ama axı. Yox, yox. Səni deyirəm də, yəni mən də bir insanam. Mənim bir vicdanım var, o insana mağaşı deməyib, haqq salamı var, xət hörmət var. Faiz Şabanovun özü ilə bağlı bizdə dəfələrlə yazılar gedib, ondan sahibkarlar müraciət eləmişdi. Obyektlərdən hər bir obyektə 250 manat, 300 manat haqq qoyulub. O ilə bağlı da zənglər olundu bizə. Yəni bu hamısı... O məni aşan sözdür. Bilirəm. Məni aşan sözdür. Mən ona qarşı bilmərəm, haqqım. Aydındır. Yox, mən demək istəyirəm ki... Bilirəm əzizim. Yəni sözümün canı nədir ki, demək istəyirəm ki, bu hamısı bizdə qeydiyyatda ərzələr, keçir, eləyir. Biz elə belə oturub gecə yatıb yuxuda Gəncə ilə bağlı. Bəli, qardaş, bəli. Ayıb olaraq bu... Mən də bilirəm ki, sizdə ki, kimsə sizin sayta, onu yazı otusura bilməz. Qıraqda postuz vermişsiniz kiməsə. Sizə rəsmə ərzə gəlir. Bəli, əlbəttə. Bəli, bizim əlimizin altında ərzə olmazsa, biz sabahlarım əlbəttə məhkəmədən də qorxarıq, hüquq mühafizə orqanlarından da çəkinərik ki, biz elə oturub elə göydən elə göyə ulduzlara baxıb yazı yazırıq yəni. Əlbəttə. Xahiş eləm artıq da, yəni nə lazımsa bunun yoluna qoyaq, artıq da xahiş eləm. Yəni bu söhbət nə qədər ki, məsələn, sivil bir şeydir, düşdüyü yeməyə eşim kimi, düşdüyü suyu eşim kimi, düzdür. Bizimlə yəni vaxtın gedəcək, bizim idarəndə vaxtın gedəcək, rəhbər ilə hamısı bir-birinə qarşılayacaq bu tərəfindən. Sonuçta mən o dostuma görə istəmirəm ki, məsələsində bu adamlar da hallansın, cavan adamdır, ailəli adamdır, Gəncədə yəni 336 min əhali var, onun içində pis tanınsın. Pis söz tez yayılır, yaxşı söz gec yayılır. Azərbaycanlı da bura bilirsiniz. Əlbəttə, narahat olmayın. Allah xatir, yəni mənim özüm hörmətim yoxdur yanınızda, yəni bir-birimizi tanımırıq. Allah xatir, mümkünsə bu məsələnin yolunu qoyaq, o adam bizə çıxartmıyor, biz yox. Kim yazır, kim bizə maraqlamaz. Onu ləğv eləyin, dostlarımı bir də xahiş eləm, yəni bu Gəncələ bağlı nəsə bir şey gələndə, dəqiqləşdirin, görün, o həqiqətən gedərsə, hükümətə birinsə də peşkoy yaz deyilsin, mən razıyam. Ömür boyu yəni mən tərəfdən söz etkiləsin, mən sizin bütün sözlərinizi, dediklərinizi hamısını çatdıracağım baş redaktora, sizinlə əlaqə saxlayacağıq. Yaxşı? İnşallah. Oldu Rəşad müəllim, sağ olun, uğurlar sizə. Sağ olun. Alo. Əli. Bir də salam aleyküm Rəşad müəllim. Aleyküm salam. Hər vaxt. Qafqaz Xəbər Agentliyindən narahat edirik. Amma buyurun müəllim, buyurun. Mən baş redaktorla danışdım. Dedim belə də, bəs Daxili İşlər Nazirliyindən yüksək rütbəli bir məmur zəng vurub bizə. Bəs belə. Allah kömək olsun. Hə. Bir də bu sadəcə bu kimdir, nəçidir, bir özün bir təqdim eləyərdi ki, belə də, yəni ki. Mən dedim ki, belə mən anara çıxalıyım, bu anara deyim sözən deyim, ehtiyac yoxdur, ehtiyac yoxdur. Mən sadəcə, dedim, mən sizin adınızda, mən anar demədim axı, mən sizin dedim ki, bir Rəşad müəllim, özün təqdim elədi ki, Gəncə şəhər baş polis idarəsindən. Bəli. Hə, yəni bu dedi ki, prosta bir bilək görək kimdir, nəçidir, yəni ki, indi, yəni siz yəni indi Daxili İşlər Nazirliyindən zəng vurmusunuz, biləm görüm kimdir.
Ona görə. Hə. İndi Siz hansı sahədə gidirsiniz? Sağ bu verilməz yığım. Ya problem yoxdur, narahat olmayın. Bu Qafqaz Xəbər Agentliğinin telefon nömrəsidir, narahat olmayın. Mən yerində Yox, narahat olmayın. Bizdə də pulsuz. Biz bu sizə yəni ki, ben elə ananın dostumla danışdım. Adamları yəni aşağıda satmaq ola bilmək olar mı bunlar kimi, yoxsa yox? Yox, aşağıda satmaq deyəndə ki, mən yenə deyirəm, mən baş redaktorla danışdım. Baş redaktor dedi ki, mən rəhbərlik elədiyim sayt yazdığı hamısı faktdır. Bu faktdır. Hamısı da bizdə çəkilişlər də var, video linklər də var. Bütün o xuliqanlar, Gəncədəki avtoxuliqanların bütün məsələləri, ya danışıqları, audio yazıları, video yazıları. Sadəcə... Onda müəllim, özünüzə qaldı. Onu mən geri sadəcə. Bu söhbət varsa mənlikdir, nə mənədə mənlikdir. Ona görə ki, mənim də başım ağrıda bu rəhbəri səviyyəsindəki qardaş. Sən niyə bu işə girirsən? Mən də deyirəm, sadəcə baş redaktor dedi ki, bölgən görür Rəşad müəllim kimdir? Rəşad müəllim kimdir? Bir görək kimdir? Bir də özünü təqdim eləsin. Çünki mənə bundan əvvəl danışanda dediniz ki, Daxili İşlər Nazirini işləyirsiniz. Sonra dediniz ki, Daxili İşlər Nazirindən də yüksək, yuxarı mən tabi bilmədim. Bu yuxarı harda, yəni baş redaktor bilməksiniz sadəcə ki, Daxili İşlər Nazirliyindən də yüksək, yuxarıda harda siz xidmət edirsiniz? Biz bilək, lazım olsa təkəm güzəşdə gedərik bu müəllim üçün, Rəşad müəllim üçün. Sadəcə bu əlində sübut varsa sizin, belə deyək. Əlində bu şifakədə sübut var da. Sübut varsa da mən nə deyim sizə? Siz dediniz ki, adı Əzrənlə müraciət edilmişdir. Bəli. Əzrən başı deyilsiz, video görüntü də var, da var. Video görüntü də var, bizdə hər şey də var. Biz sadəcə həfəflə öyrəndik ki, Rəşad müəllim, siz kimsiniz? Sizin Daxili İşlər Nazirliyinə heç bir aidiyyəti yoxdur. Siz Gəncədə kameralara baxırsınız, mülki işçisiniz. Amma mülki işçi ola siz Daxili İşlər orqanlarının adından istifadə edərək bizim redaksiyaya zəng vurursunuz. Yəni səhər bir bununla bağlı da Daxili İşlər orqanlarına müraciət edəcəyik ki, bu hörmətli Rəşad müəllimə, Gəncədə kameralara baxan Rəşad müəllimə Daxili İşlər orqanlarının nə aidiyyəti var ki, bu zəng vurub Daxili İşlər orqanlarının adından siz istifadə edirsiniz. Birinci danışıqda dediniz ki, Gəncə şəhər polis idarəsindən əməliyyat şöbəsindən Rəşaddır zəng vuran. Yəni bu ayıbdır, yəni bu olmaz axı. Siz Daxili İşlər orqanlarına heç bir aidiyyətiniz, çox üzr istəyirəm. Sizin Daxili İşlər orqanlarına heç bir aidiyyətiniz olmayaraq, siz Daxili İşlər orqanlarının adından istifadə ediyorsunuz. Sizinlə də mənim bütün danışıqlarım birinci danışığımda, ikinci danışığımda qeydiyyata alınıb. Biz saat onun hamısını internet vasitəsilə ictimailəşdirəcəyik. Çox sağ olun. Mən bizə deyirəm ki, çox sağ olun. Siz bizə çox kömək elədiniz. Ancaq ayıbdır. Belə ki, Daxili İşlər orqanlarının adından istifadə edək. Ağır bir söz demədim. Bu mənim dostumdur. Dostumuzdur, çox gözəl. Sizin dostumuzdur. Deyərdiniz ki, mən Rəşadam, soyadım filan kəsdir, mən kameralara baxıram. Sadəcə padvalda, Gəncədə padvalda oturub mənim masterskoyum var, kameraları nəzarət edirəm. Daxili İşlər orqanlarının adından istifadə eləmək olmaz. Bu ayıbdır. Bu bəzək kimi dedim. Bəzək kimi, siz vətəndaş olaraq bəzək kimi Daxili İşlər orqanlarının adına istifadə edərək, Daxili İşlər orqanlarının əməkdaşı Rəşad Abdullayev'ı, nədir onun adı? Anar Abdullayev'ı müdafiə edirsiniz. Olmaz axı belə. Yox, başa düşürəm. Müzdürəkdir beni. Ben əsəbliydim. Sınıf alıyordum. Yox, mən başa düşürəm. Əsəbi olan adam bura, Qafqaz Xəbər Agentliyidi. Bizim qapımız, bu redaksiyanın qapısı hər üçün açıqdır. Ancaq siz zəng vurun, deyin ki, mən Rəşad, üzr istəyirəm bildim mən. Mən Rəşad kamera işləri ilə məşğulam Gəncədə. Anar Abdullayev mənim dostumdur. Siz buna kömək eləyin. Siz zəng vurub deyirsiniz ki, mən Daxili İşlər Nazirində işləyirəm. Ola bilər özünüz olmadım, biraz əsəbi olmuşsunuz. Yox, əsəbi olmuşsunuz. Əsəbilik bu sizin məsuliyyətdən azad etmir ki, sizin əsəbi olmağınız. Mən yenə deyirəm. Yox, Allah köməyiniz olsun. Məhkəmə ilə qorxuzursunuz. Biz qaçdınız ki, Anar Abdullayev'ın vəkili məhkəməyə vermişsiniz. Vəkil vermək istəyir, qoy vəkili zəng vursun. Sizə axı kim ixtiyar verib? Siz öz adınızdan danışın. Siz Daxili İşlər orqanı, mən sizə deyirəm, siz zabitsiniz, deyirsiniz, deyirəm soyadınızı mənə deyin, deyirsiniz, qoy soyadım sir qalsın. 2 dəqiqədən sonra mən Gəncə ilə əlaqə saxlayıram.
Mənə deyirlər ki, Rəşad kimdir? Oldu Rəşad müəllim. Sağ olun, şad oldu. Şad oldu, eybi yox. İndi bu yaxınlarda yaxın gündəlik bir yazı dərc edəcəyik ətraflı. Sizin bütün danışıqlarınızı, dediklərinizi qeydə alacağıq. Oldu, sağ olun. Müəllim, xahiş edirəm, ehtiyac yoxdur. Alo. Bəli. Alim, bağışda qurğunsun. Bizi də gəl bir Paşoğlu üçün vaxtını alıram. Bizi də gəl. Qardaş, mən yenə deyirəm, bunlar Qafqaz xəbər agentliyidir. Bura bütün dünyadan, yer kürəsindən zəylər olunur. Hətta danışıqlarda qeydiyyata alınır. Ona görə siz bütün danışıqlarımız qeydiyyata alınır. Burada nə var ki? Yox, başa düşürəm, qeydiyyat alım. Xahiş edirəm. Bəli, buyurun. Dostumuz aşıq eləmişəm. Yəni başqa bir şey. Yox, deməli biz sizə inansaydıq, çox üzr istəyirəm, deməli biz inansaydıq, siz səhər oturacaqdınız Anar Abdullayevlə Qafqaz xəbər agentliyini müzakirəyə qoyacaqdıq ki, biz yan vurduq, xox gəldik, bunlar da yazını çıxartdılar, belə çıxır. Mənə yaraşmaz, eyvallah, onu sizə elə çəkirəm. Yox, deyin ki, mən kamera düzəldənəm, kamera işləri ilə məşğulam, sənətkaram. Və siz daxili işlər orqanlarının adından niyə istifadə edirsiniz? Mən ondan cinayət eləmirəm. Necə cinayət? Belə cinayətdir. Daxili işlər orqanlarının adından, daxili işlər orqanlarının adından, daxili işlər orqanlarının, yox, çox söz, siz mənə dinləyin, mən sizə izah eləyim. Daxili işlər, siz gedib başqa bir cinayət törədərsiniz. Daxili işlər, yox, Rəşad müəllim, xahiş edirəm, dinləyin məni. Daxili işlər orqanlarının adından ixtiyar verilib ancaq mətbuat xidmətinin rəhbərinə, ya mətbuat xidmətinin əməkdaşlarına zəng vurub bizimlə əlaqə saxlamağa. Sizə kim ixtiyar verib ki, siz özünüzü təqdim edirsiniz. Sonra da deyirsiniz ki... Bir səhvli yola, mən eşimi haqqı istəyəm, bir səhvli yola vermişəm, bir... Aydındır, yaxşı da, oldu. Xahiş eləmə haqqıdır. Oldu. Mən də bir başın oğlusun, dostunu istəmədim ki... Dostumuz? Neçə gün əziyyət çəkir, yəni Anar bəli. Bu barədə başqa bir artıq əsi mən bir şey demədim sizə. Yox, artıq əsi deyəndə ki, artıq əsi yox. Sadəcə ki, özümüzü dinin, daxili işlər nazirinin əməkdaşı kimi təqdim eləmə, özü elə bir cinayətdir. Başa düşürəm, mən bir yola vermişəm. Yalan olaraq. Bu yaşıma kimi 31 yaşım var, Allah'ın da neçə bir mənim cinayətim yoxdur. Oldu. Mən işinə danışan adam deyiləm. Oldu Rəşad müəllim, oldu, sağ olun. Sağ olun. Mən gedirəm, siz mənimlə danışırsınız, bu bizim Qafqaz xəbər agentliyinin qaynar xəttidir. Qaynar xətti bu saat mən sizinlə danışdığıma görə başqa vətəndaşlar bizə düşə bilmirlər. Xahiş edirəm, oldu. Sağ olun. Allah'a yəni bu məsələni bağlı etsin. Siz, soyadınız nədir sizin? Yaxşı, soyadınız nədir? Xahiş edirəm. Hə? Həqqi Rəşad kimoğlu? Arifoğlu? Aydınoğlu. Həqqi Rəşad Aydınoğlu. Necə mənim? Bax, indi yaxşı. Səmimi ola. Deyin görüm siz, Gəncədə harada işləyirsiniz siz? Mən özüm kompüter siqnalizasiyasına baxıram özüm. Kompüter siqnalizasiya. İdarələrə, daxili işlər orqanlarına heç bir aidiyyətimiz də yoxdur. Düzdürmü? Hə, amma danışanda daxili işlər orqanlarının yüksək rütbəli məmurun adından danışır. Danışdım ki, yəni bu məsələ köməklik eləməyə görə. Bu özü bir xuliqanlıqdır. Telefon xuliqanlığıdır. Buna görə siz məsuliyyət daşıyırsınız. Qızı qızarmışam, ürəyəm partisi niyə bu hərəkət elədim ki? Anara görə, dostuma görə eləmişəm. Anara görə... Maddiyatıma görə eləməmişəm ki. Bir də belə şey eləməyin. Oldu. Adınız oldu mənim sizin? Mənim adım Mübariz müəllimdir. Başlıdakı Mübariz müəllim, belə bir Allah kömək edir. Acun oğlunun elə bir özü eləyir, səfə yolda. Vallahi Allah'ın sözündə namaz qılan adamam. O istədim ki, dostumun Bayra deyirsiniz ki, namaz qılan adam, daxili işlər orqanlarının
əməkdaşın adından yalandan danışmaq da özü bir günah. Sən prost bir iş yoldaşımsa, yəni trene başçı Yox. olması, ailəsi var, ona görə. Ailəsi var getsin deməli şeydə Gəncə cəmaatının şeydilər nədir onun adı? Maşınını saxlasın, pul tələb eləsin də yəni. Mən onun haqqını satmasından bəhs edirəm ki, onun maaşını məsələçin. Qadanız alaram. Bəlkə də bunu tərcih edirəm. Bir bacın oğlu kimi səfər yol verir. Yaxşı, oldu bacım. Oldu. Sağ ol. Allah sizdən razı olsun, minnətdarım.